Hazırda biz Qaradolaq kəndindəyik. Bu kəndin sakinlərinin təşəbbüsü və birliyi sayəsində salınmış Zəfər Parkının açılış mərasimi keçirilir. Təbii ki, bu park gələcək nəsillər üçün bir örnək, həm də yaddaşdır. Gəlin bugünün ab-havasını birlikdə izləyək. Bəli, el bir olsa dağ oynadar yerindən deyib atalarımız. Rayonumuzun Qaradolaq kəndinin sakinləri də birliyin həm də dirilik olduğunu son illər kənd üçün gördükləri işlərlə sübut edirlər. Növbəti belə addım isə kənddə yeni salınan Zəfər Parkı olub. Rusiyada yaşayan kənd sakinlərinin təşəbbüsü və maddi dəstəyinə kənddə yaşayan sakinlər də qoşulub və şəhidlərimizin xatirəsini yaşatmaq, onların qanı hesabına əldə olunmuş zəfərimizi xatirələrdə əbədiləşdirmək məqsədi ilə burada Zəfər Parkı inşa edilib. Oktyabrın 15-də park sakinlərinin istifadəsinə verilib. Açılış mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rızayev, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Öncə 1-ci Qarabağ müharibəsi şəhidi Hamlet Məmmədovun büstü ziyarət olunub. Açılış tədbiri Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda sinəsini sipər edən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin moderatoru sakinlərin bu nəcib təşəbbüsünə maddi və mənəvi dəstək verən hər kəsə, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova, millət vəkili Tahir Rızayevə və digərlərinə sakinlər adından minnətdarlığını bildirib. Çıxış edən Milli Məclisin deputatı Tahir Rızayev Vətən müharibəsi və antiterror əməliyyatları zamanı qəhrəman oğullarımızın göstərdiyi şücaətdən söz açaraq, bugün açılışı olan Zəfər Parkının gənclərimiz üçün gözəl bir nümunə olduğunu bildirib. O qeyd edib ki, şəhid ailələrinə, qazilərimizə dövlət tərəfindən həmişə dəstək var. Amma məhz sakinlərin də belə bir təşəbbüs göstərməsi şəhidlərimizin xatirəsini daim yaşatmaq istəyi təqdirə layiqdir. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında parkın açılışı münasibəti ilə kənd sakinlərini təbrik edib. Parkın adının zəfərə, qələbəyə aid olduğunu bildirən rayon rəhbəri bu parkda həmişə qazanılan qələbələrin qeyd olunmasını arzulayıb. İcra başçısı həmçinin qeyd edib ki, bu təkcə arzu deyil. Ölkə başçımızın həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bizi daim qələbələrə apardığına hər birimiz şahidlik edirik. Digər çıxış edənlər, Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, əslən Qaradolaqdan olan Vaqif Qarayev, kənd ağsaqqalı Şəfa Məmmədov, 1-ci Qarabağ müharibəsi qazisi Qoşqar Qarayev, ziyalı Abbas Abbasov, Qaradolaq kənd tam orta məktəbinin direktoru Əfsun Bağırov, Vətən müharibəsi qazisi Zəfər Təhməzov kənd sakinlərinin birliyindən danışıb, torpaqlarımızın azadlığı uğrunda canından və qanından keçmiş şəhidlərimizin xatirəsini yaşatmağın hər birimizin borcu olduğunu bildiriblər. Qeyd olunub ki, Zəfər Parkı həm də gənc nəslin tərbiyəsində mühüm rol oynayacaq bir məkandır. Sonra qonaqlar parka birgə baxış keçirib, sakinlərə xoş istirahətlər arzulayıblar. Bugün gözəl bir gündür. Bugün Ağcabədi rayon Qaradolaq kəndində kənd sakinlərinin təşəbbüsü ilə şəhidlərimizin xatirəsinə uyğun olaraq xatirəsinə həsr olunmuş Zəfər Parkının açılışıdır. Zəfər Parkının açılışında rayon ictimaiyyətinin nümayəndələri, rəhbərliklər iştirak etdilər və bu kəndimizdə demək olar ki, gənc nəslin tərbiyə, təlim tərbiyəsində, onların gələcəkdə vətənpərvər ruhunda böyüməsində çox böyük, mühüm bir rol oynayır. Biz kənarda yaşayan kənd cəmaatının vəsaiti ilə tikilən bu möhtəşəm parkın açılışında iştirak edən və əməyi olan hər bir kəsə öz təşəkkürümüzü bildiririk, bir kənd sakini olaraq, ziyalı olaraq. Bugün bizim Zəfər Parkımızın açılışıdır. Bu parkın açılışında öz köməkliyini göstərən bizim Rusiyada yaşayan Qaradolaq uşaqlarına, ondan deputatımız Tahir Rızayev yoldaşa,
icra başçımıza, yerli icra nümayəndəliyimizə, bələdiyyəmizə öz təşəkkürümüzü bildiririk ki, bu onların köməkliyi sayəsində bugünkü gün biz Zəfər Parkımızı açdıq. Bu Zəfər Parkının açılışında zəhməti olan hər bir insanlara öz minnətdarlığımı bildirirəm. Əsas Rusiyada yaşayan qardaşlarımızın köməyi ilə bu işlər ərsəyə gəlibdir. Deməli, bu işdə Milli Məclisimizin deputatı Tahir müəllimin də çox köməkliyi olub. Allah onun da can sağlığı versin, sağ olsun dəstəyə görə. İcra başçımıza minnətdarlığımızı bildiririk. Yeri icra nümayəndəliyinə öz minnətdarlığımızı bildiririk. Yəni sağ olsunlar ki, gəldilər, yəni bu açılışda iştirak elədilər. Qaradolaq adından, elimiz, obamız adından olaraq öz təşəkkürümüzü bildiririk. Sağ olsunlar, var olsunlar. İnşallah həmişə onların ayağı bu elə obaya, belə xeyir işlərin açılışına gəlməyini Allahdan arzu edirəm. Bəli, biz Vətən müharibəsində də məhz gücün birlikdə olduğunu sübut etmişdik. Bugün isə kəndlərimizdə belə birlik olduğunu gördükcə bir daha əmin oluruq ki, qələbə həmişə bizimlə olacaqdır. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası üçün.